Hər kəsə salam. DİM 2025 test toplusundan azot və onun birləşmələri bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan yeni əlavə edilmiş sualların izahına baxaq. Demək, birinci sualda. Amonium dixromatın termiki parçalama reaksiyası qrafikinə əsasən duzun neçə faizinin parçalandığı və alınan bəsit maddənin həcmini hesablayın. İlk olaraq reaksiya tənliyini yazaq. Parçalanır, alınır. Azot, xrom 3 oksid və su. Əmsallaşdırsaq, bura 4 yazırıq, düzəlir. Demək, amonium dixromatın kütləsi, baxın, bərk maddəmizin kütləsi əvvəl 200 idi. Sonda gəlib dayanıb 175-də. Demək, bərk maddəmizin kütləsində nə qədər azalma var? 200 çıx 175. Yəni 25 qram azalma var. İndi biz reaksiya tənliyimizdə bərk maddələrimizə baxaq. Amonium dixromatın kütləsi 252-dir, mR. Xrom 3 oksidin isə kütləsi 152-dir. 252-dən 152-yə keçid. Neçə qram azalma var? 100. 100 qram azalma olanda neçə qram amonium dixromat parçalanır? 252 qram. Bəs görək 25 qram azalma olduqda nə qədər amonium dixromat parçalanacaq? 252-ni 25-ə vurub, bölsə 100-ə, edir 63 qram. Demək, bizim 200 qram bərk maddəmiz vardı başlanğıcda amonium dixromat. Onun 63 qramı parçalanıb. Görək, ne deyir, duzun neçə faizi parçalanıb? Yəni 63 200-ün neçə faizini təşkil edir? 63-ü bölsə 2, 31,5 faizini təşkil edir. Və alınan bəsit maddənin həcmini litrindən hesablayın. 100 qram azalma olduqda bəsit maddəmiz qazla söhbət gedir. Bəsit maddə bir dənə azotdan sıfır. 1 mol, yəni 22,4 litr ayrılır. Bəs 25 azalma olanda x də bərabər olur 5,6. Sonra ikinci sual. Demək, qapalı qabda eyni mol sayda götürülmüş azot və hidrogenin qarşılıqlı təsiri. N2 plus 3H2 alınır 2NH3. Eyni mol sayda götürülüb. Bu x-dir, bu da x-dir. Azot və hidrogenin qarşılıqlı təsiri zamanı qabda təzyiq 20% azalmışdır. Aha, demək, hidrogenin reaksiya daxil olan həcm payını hesablayın və reaksiyadan sonra azotun mol sayı. Yəni, buradan biz belə nəticəyə gəlir ki, hər iki maddədən artıq qalıbdır. Başlanğıcda x idi. Əmsalı qədər məhsul formada sərf olunur. Sonda olur x minus a. Burada əmsalı qədər məhsul formada sərf olunur. Qalır x minus 3a və 2a. Deyir, qabda təzyiq 20% azalmışdır. Əvvəl qarşılığımız nə qədər idi? 2x. Sonda nə qədərdir? 2x minus toplasaq bu da edəcək demək, minus 2a. Təzyiq bərabərdir. Həmişə nə qədər təzyiq fərqi olduğunu tapanda böyükdən kiçik çıxıb bölürük əvvəlkinə və vururuq 100-ə. Burada da baxırıq ki, demək, böyük olan hansıdır? Bu 2x-dir. Bundan çıxırıq 2x minus 2a-nı bölürük 2x-ə, vururuq 100-ə və bizə deyir ki, təzyiq 20% azalmışdır. Yəni 20-yə bərabər edirik. Buradan da tapacağıq ki, a bərabər olur 0,2x-ə. İndi a-nın biz qiymətini tapdıq, gətirib yerinə yaza bilərik. Bunları silək. Demək, bu a idi, x minus a, x minus 3a, 2a. Nə istəyir bizdən? Hidrogenin reaksiya daxilin həcm payını. Biz a-nı 0,2x tapdıq. Onu burada da yerinə yazsaq 3 vur 0,2x edir 0,6x. Hidrogenin reaksiya daxil olan həcm payı 0,6x, yəni sərf olanı bölürük başlanğıca, vururuq 100-ə, edir 60% burada. Və reaksiyadan sonra azotun mol sayının amonyak mol sayının neçə dəfə çox olduğunu reaksiyadan sonra deyir, yəni sonda nə qədər azot qalıbdır? X minus a. A-nı da 0,2x tapmışıq. X-dən 0,2x çıxanda 0,8x azotdur. Sonda amonyakda 2a, yəni 2 vur 0,2x, 0,4x-dir. Amonyak. İndi deyir, azotun mol sayı hidrogenin mol sayının neçə dəfə çoxdur? 0,8x, 0,4x-dən neçə dəfə çoxdur? 2 dəfə çox olacaq. Burada bu ikincinin birincisi arxada 30 kimi gedib cavab, yəni o yanlışdır, cavab 60-dır. Sonra üçüncü sual.
NH3 molekulunda rabitənin əmələ gəlməsində iştirak edən elektronlar və hibrid orbitalların sayını hesablayın. Azotun sıra nömrəsi 7-dir. Yazırıq 1, S2, 2, S2, 2P3. Hidrogen də 3 dənədir və sıra nömrəsi 1-dir, 1S1. Aha. Rabitənin əmələ gəlməsində iştirak edən elektron deyir. Biz bunları orbitallar üzrə yerləşdiririk. 1S1-də belə. Həmişə rabitə əmələ gəlməsi sözü gördünüzsə, baxırsınız, içərisində tək elektron olan orbitallar. Burada cütdür, burada cütdür, amma burada tək, tək, tək. Həmçinin hidrogende də bu tək. İndi rabitənin əmələ gəlməsində iştirak edən elektronlar neçə olacaq? Oxları sayırsınız. 1, 2, 3, 4 dənə. Və hibrid orbitalların sayı. Hibrid orbital amoniyakda bilir ki, azot sp3 hibrid orbitaldır. Yəni 1s ilə 3p. 1s orbitalı ilə, yəni son hissəyə baxırıq. 3 dənə p orbital cəmi neçə eləyir? 4. Bir dənə burada rabitənin əmələ gəlməsində iştirak edən elektrondur birincidə. Biz 4 dənə azotu sayırıq, bəs hidrogenlərə də baxmalıyıq. Hidrogenlərin bir dənə budur. Biri də vururuq 3-ə. 3 dənə buradan, 3 dənə buradan cəmi 6 eləyir. Daha sonra bir də ki, burada hibrid orbitallarını da rabitə əmələ gəlməsində iştirak edən hibrid orbital kimi soruşur. Əslində cümlə bəs. Rabitənin əmələ gəlməsində iştirak edən hibrid orbitalların sayı deyirsə, yenə tək olanlara baxırıq. Zaten burada hidrogen hibrid deyil, hidrogenə baxmırıq. Azotun da 1s, 3 dənə p-sidir. Amma bunlardan 2s2-dəki cüt olduğundan onu biz rabitə əmələ gəlmə sözü deyəndə tək elektronlar olana baxacağıq. Elektron orbitallar. Ona görə bu olacaq. Demək 1, 2, 3 dənə. Burada da cavab olur 3. Sonra 4-cü sual. Lityum və azot arasında gedən natamam reaksiya zamanı. Reaksiya tənliyini yazaq. Alınır lityum 3N 2 6 42 qram lityumla azot arasında gedən natamam reaksiya zamanı bərk maddənin kütləsi 3də 1 qədər artmışdır. Yəni 42-nin 3də 1-i neçə eləyir? 14. Bərk maddənin kütləsi 14 qram artıbdır. Artım da nəyə görə olacaq? Qaza görə. Demək, 14 qram artım olduqda görə neçə qram lityum sərf olunur? X. Qazımız nə qədərdir? 28. 28 qram artım olduqda isə 6/7 qram lityum sərf olunur. Bu da eləyir 21. İndi deyir ki, artıq qalan lityumun kütləsini hesablayın. Əvvəl lityum 42 idi, 21-i sərf olundu, qaldı 21-i. Daha sonra bizdən nə istəyir? Bu 5-ci sualdır, səhvən 4 yazmışam, sonra 4-ə qaydarıq. Artıq qalan lityumun kütləsini hesabladıq və onun bərk qalığın tərkibində alınan maddənin kütləsinə olan nisbətini hesablayın. Demək, sonda bizim bərk qalığımız nə qədər olacaq? Artıq qalan lityum, 21 qram, bir də lityum nitrid olacaq. Görək nə qədər lityum nitrid alınır. Yine bunu da azalmaya görə tapırıq. 14 qram azalma olduqda X, 28 qram azalma olduqda isə 6 vurulsun. Demək, bunun emeri edəcək 30, 6 vurulsun, yox, 2 vurulsun 35. Buradan da X bərabər olacaq elə 35'e. Bu da olur son qarşılığımızdakı lityum nitrid. İndi deyir ki, artıq qalan lityumun kütləsini və onun bərk qalığın tərkibində alınan maddənin kütləsinə olan nisbətini hesablayın. Yəni artıq qalan lityumun digər bərk qalığın kütləsinə, yəni 25'ə artıq qalan bərk maddənin kütləsinə nisbəti 21'i bölürük 35'ə. 21'i 35'ə böldükdə edir 0,6. Amma indi nisbətlə deyirsə 7 ixtisar aparaq qalsın 3, 7 ixtisar aparaq 5. Yəni 3/5 nisbətində olacaq. İndi 4-cü suala baxaq. Qaz qarışığı verib N2, NH3. Mol miqdarları NN-dir. Qaz sulfat turşusundan keçirəndən sonra reaksiya daxil olmayan qazların ümumi mol miqdarı 1,25N-dir. Qat sulfat turşusundan keçirdikdə azot qat sulfat turşu ilə reaksiyası getmir. Amma amoniak daxil olacaq, alınacaq. NH4, 2, SO4. Demək, mol miqdarları NN-dir. Bu da N-dir.
İndi görək. Qaz sulfat turşusuna keçirdikdən sonra reaksiya daxil olmayan qazların ümumi mol miqdarı deyir. Görürük ki biz sonda baxın 1,25 N var. Bu nə deməkdir? Demək burada həm qaz deyir. Biz də baxırıq ki bu reaksiyada, yəni ümumiyyətlə burada cəmi 2 dənə qaz görürük. Azotla amonyak. Onsuz azot sulfat turşusuna reaksiya daxil olmur. Qalır bunun içərisində. Bir də 0,25 N-də demək nəymiş? Amonyak artıq qalıbmış. Bu da N2-dir. Bunda başlanğıcda amonyak N idi. Artıq qalıb nə qədər? 0,25 N. Demək nə qədəri sərf olunub? 0,75 N amonyak sərf olundu. İndi bizdən ilk nəyi soruşur? Reaksiyadan sonraki qaz qarşılığında N2-nin mol payını faizlə hesablayın. Tapdıq ki, burada N mol, elə azot çünki reaksiya daxil olmur, elə olduğu kimi qalır. N 1,25 N-in neçə faizini təşkil edir? 80. Bu birinci. Reaksiya zamanı alınan duzda azotun valentliyini yazın. Bu amonium sulfatdır. Amonium duzlarında azotun valentliyi olur 4. Sonra 6-cı sual. Amonium xlorid ilə qələvi məhlulun arasında gedən reaksiyanın qısa ion tənliyini yazın. Amonium xlorid deyir, NH4 xlor. Qələvi məhlulu deyirsə biz bunu tutaq ki metal OH-na yazaq. Yəni ümumi şəkildə metal göstərək. Alınır buradan NH4 OH. O NH4 OH davamsızdır. Amonyakla suya parçalanır. Bir də metal xlorid. Əmsalada ehtiyac yoxdur. Sonra bunları ionlarına ayırırıq. NH4 müsbət plus xlor mənfi. Üstəgəl metal plus üstəgəl OH mənfi. NH3 su bunlar ionlarına ayrılır. Sonra metal müsbət plus xlor mənfi. Eyni olanları islah edirik. Xlorlar getdi, metallar getdi. Sonda qalır nə? NH4 müsbət plus OH mənfi. Alınır NH3 plus H2O. Bu olur birinci. Alınan qaz molekulunda, yəni amonyakda rabitənin yaranmasına iştirak edən hibrid orbitalların sayını müəyyən edin. Azotun sıra nömrəsi 7-dir və bilirik ki, burada azot sp3 hibrid halındadır. Azot üçün konfigurasiyanı yazırıq. 1s2, 2s2, 2p3. Təbii ki, hibridləşməli son hissədə baş verir. Ona görə son hissəyə baxaq. Orbitallar üzrə yerləşdirək. Azot sp3 hibrid vəziyyətində olur. Yəni 1 dənə s ilə 3 dənə p. 1s, 3 dənə p ilə sp3 hibridləşmə ilə gətirib və rabitə yaranması deyirsə, rabitə yaranmasına iştirak edən sözünü gördünüzsə, içərisində tək oxlar olan orbitallara baxın. Burada birincidə cütdür. Buna baxmıram. Burada 1, 2, 3 dənəsi nə edəcək? Rabitənin yaranmasında iştirak edən hibrid orbital olmuş olacaq. Sonra 7-ci sual. Yəni bunun cavabı arxada 2 kimi gedib, amma yəni 2 yanlışdır. Doğru cavab 3-dür. Sonra 7. Reaksiya tənliyini yazaq. Kalsium nitrit su ilə qarşılıqlı təsirdə olub, amonyak çıxıb. Kalsium nitrit su ilə qarşılıqlı təsirindən alınır. Kalsium hidroksid və amonyak. Əmsallaşdırırıq. Bura 3, bura 2, burada 6 düzəldi. Demək 0,1 mol kalsium nitrit reaksiya daxil olur. Bunu əmsallaşdırdıq. Reaksiyadan alınan amonyakın icazə verilən normadan neçə dəfə çox olduğunu hesablayın. Demək, 0,1 kalsium nitrit reaksiya daxil olduqda görə neçə qram amonyak alınır? Bilmirik nə qədər. Amma 1 moluna 2 vur 17. Yəni 34 qram. 34-ü də vururuq. 0,1-ə edəcək 0,34 qram. Amma sonda bizdən milliqramdan soruşduğu üçün 1000-ə də vururuq. Edir 340 milliqram. İndi sonra deyir ki, amonyakın icazə verilən norması 0,2 milliqram bölünsün kub metrdir. Bu 1 kub metr üçündür. 1 kub metr olduğunda 0,2 milliqram böl kub metrdirsə, bəs görək 50 kub metr olduqda nə qədərdir? X. Buradan x bərabər olur 10-a. İndi icazə alınan amonyak nə qədər idi? 340. Bu da icazə verilən normadan, yəni 10-dan neçə dəfə çoxdur? 340. 10-a bölürük, edir 34. Daha sonra 8-ci sual. Amonyak misik oksidlə qarşılıqlı təsirdə olur.
alınır mis N2 su. Bura yazırıq 2, bura yazırıq 3. Burada 3, burada 3 düzəldi. 16 qram misk oksid. Birinci reaksiya tənliyini yazdıq, əmsallaşdırdıq. Sonra nə edir? X-i hesablayın. 16 qram misk oksid reaksiya daxil olduqda x qram su alınır. 3 vur 80-ə də 3 vur 18 qram. Buradan da hesablasaq 16 vur 18 böl 80 edəcək 3,6. Daha sonra 9-cu sual. Natrium karbonat. Natrium karbonatla reaksiya daxil olan NO2-nin kütləsi. Alınır burada natrium nitrat, natrium nitrit və karbon qazı. Əmsallaşdırdıqda da bura 2 atırıq, düzəlir. Reaksiya tənliyini yazıb əmsallaşdırdıq. İndi deyir, natrium karbonatın kütləsi m qramdır. Reaksiya daxil olan N2-nin kütləsi isə, NO2-nin kütləsi isə m-28-dir. Natrium karbonatın ml olur 106. NO2-nin də burada kütləsi neçədir? 2 vur 46. Buradan biz görürük ki, M-dən M-28-ə neçə qram azalma var? 28 qram azalma var. 28 qram azalma olduqda nə qədər natrium karbonat reaksiya daxil olub? M. İndi burada baxaq, 2-ni 46-ya vuranda edir 92. 106-dan 92 çıxanda edir demək 14. 14 qram azalma olduqda nə qədər natrium karbonat reaksiya daxil olur? 106. Buradan M bərabər olacaq 212. Sonra 10-cu sual. Azot və NH3-dən ibarət olan 28,8 qram qaz qarşılı. Karbon qazı ilə reaksiyasının 12 qram karbamid gübrəsi əmələ gəlir. Karbamid, yəni karbon qazı burada amoniakla qarşılıqlı təsirdə olur. Alınır karbamid və su. Əmsallaşdırdıqda da bura atırıq 2, düzəlir belə. Demək, 12 qram karbamid gübrəsi əmələ gəlir. Reaksiya tənliyini yazın, əmsallaşdırın. Yazdıq. Amoniak tam reaksiya daxil olmuşsa, ilkin qarşılıqda N2-nin kütləsini qramdan hesablayın. 12 qram karbamid əmələ gəldikdə neçə qram amoniak sərf olunur? Bilmirik. Amma 2 vur 17. Burada karbamidin də emeri olacaq 60. Bu da bərabər olacaq 6,8-ə. Bunu tapdıq. İndi ilkin qarşılığımız 28,8 idi. Bunun 6,8-i amoniakın payına düşürsə, yerdə qalan 28,8-dən çıx 6,8 edir 22. 22 qramı da demək nəymiş? Azot imiş. İlkin qarşıda N2-nin kütləsini hesablayın, tapdıq 22. Sonra bir də yeni əlavə edilmiş sual 19-cu sualdır. Azot dioksidin kalium hidroksid məhlula reaksiyası. Kalium hidroksid plus NO2 alınır kalium NO3 və su. Əmsallaşdırsaq, burada görə əmsala ehtiyac varmı? Bura 2 yazırıq, burada 2. Burada daha doğrusu 2 tip duz alınır da, kalium nitrit də alınır. İndi düzəldi. Demək, kalium nitrit hətta silin, burada bunu yazım ki, orada bizə duz qarışığı deyil, kalium nitrit və su. Alınır 93 qram duzların qarışığı. Duzlarımız bunlardır, 93 qram bu alınır. Reaksiya daxil olan azot dioksidin həcmini hesablayın. 93 qram duz qarşılığı aldıqda nə qədər azot dioksid reaksiya daxil olur, bilmirik. Bunların emellərini yazsaq, 101 budur, 186 da budur, cəmi edəcək 287. 287 qram duz qarşılığı reaksiya daxil olduqda isə 2 vur 22,4, yəni 44,8 litr NO2 reaksiya daxil olur. Əmsallaşdırırıq. Hepsi hesablayırıq. 287. Bir dənə burada bu səhv gedib. 85-dir kalium nitratın emeri, nitritin emeri. Bunları hesablasaq 101-in üzərinə 85 gəlir, eləyir 186. Yəni qaz qarşılığımız 186 qram olduqda 2 vur 22,4, 44,8
Etil NO2 reaksiya daxil olur. Buradan da x bərabər olacaq 22,4-ə. Amma bunun cavabı arxada səhv getməli idi. Amma yəni doğru cavab 22,4-dür. Sonra nə istəyir? Neçə qram kalium nitrat alınıb? Bunu yenə duz qarışığına əsasən 93 qram duz qarışığımız reaksiya daxil olduqda nə qədər kalium nitrat alınır bilmirik. Amma 186 qram duz qarışığımız reaksiya daxil olduqda 101 qram. Buradan da 101-i bölsək 2-yə edəcək. X bərabərdir 50,5. Bu da ikincinin cavabı.